Ay Paşa həkim, əsəb xəstəlikləri ilə bağlı istəyirəm danışaq. Əsəb sinir. Bu dəqiqə kim adi bir dənə xoş söz deyirlər. Məsəl üçün mən özümdən asılı olmur, əsəbləşirəm. Bu nədəndir? Əsəb xəstəlikləri həddindən artıq çox yayılıb indi. Bunun üçün əsas başlayaq biz əsəb xəstəliyi necə yaranır? Necə olur ki, insanda əsəb yaranır? Bizi əhatə edən aləmə efir deyilir. Deyirlər, biz də indi efirdəyik də. Dalğalarla, efir dalğaları ilə biz tamaşaçılarla əlaqə yaratdığımız kimi efirdə, ətraf yəni aləmdə də cürbəcür dalğalar var. O dalğalardan müsbət dalğalar da var, mənfi dalğalar da var, negativ dalğalar da var. O negativ dalğalar insan beyninə, sinir sisteminə təsir edir. Bəzən insana güclü negativ dalğalar ötürülür. O ötürülən dalğa insanın gəlir onurğasından daxil olur, qabırğa antena kimidir, o çəkir, ötürür sinir sisteminə. Sinir sisteminə ötürəndə sinir sistemi pozulur. Bu nəyə bənzər? Adicə bir məişətdə bunu əşyalarla, cihazlarla müqayisə eləyək. Elə bir ki, bir televizora baxırsan, baxdığın yerdə birdən başqa bir dalğa düşür, o kanalı başlayır qarışdırmağa. Televizor başlayır dalğalanır, belə qarışır da. Və insan beyni də elədir. Sakit, sabit durduğu halda birdən görürsən ki, mənfi dalğalar gələn kimi sinir sisteminə qarışır. Elə ki, beyin qarışır və halüsinasiya başlayır. İnsanda gözünə müxtəlif şeylər görünür, əsəbləşir, müəyyən səslər eşidir, diksinmələr, qorxu, vahimə, panik atak yaranır və digər ağrılar, xəstəliklər yaranır və hamısı bunun əsəbdən yaranır. Adətən tibb elminə müraciət edəndə tibb elmi o dalğaları götürə bilmir, oradan dalğaları təmizləyə bilmir insanın sinir sistemindən. Amma dərmanlar verir. Sinir sistemin elə bir şey donduran, siniri sakitləşdirici dərmanlar verir, keyləşdirici dərmanlar da. Onu verirlər əsəb dərmanları. Zaten siniri keyləşdirmək xüsusiyyətinə malikdir o dərmanlar. Keyləşəndə sinir sistemi artıq o dalğaları qəbul edə bilmir. Amma ki, bunun bir tərəfdən xeyri var ki, insan əsəbləşmir, sakit durur. Amma ki, insanın beyni key kimi olur. Sinir bütün heç nəyə reaksiya verə bilmir. Nə dalğalara reaksiya vermir, nə də ətraf aləmə reaksiya vermir. Öz yoldaşına, həyat yoldaşına, uşaqlarına reaksiya verə bilmir. Və sinirləri donduğuna görə bütün cinsi disfunksiyalar yaranır və nətər deyirlər, əks cinsə marağı, həvəsi də olmur. Yaşamağa həvəsi olmur və evdə ondan sonra söz-söhbət başlayır. Həm onda əsəb olur, həm də əks tərəf artıq öz xoşbəxtliyin başqa yerdə axtarmaq məcburiyyətində qalır da. Siniri donmuş olan bir insanın həyat yoldaşında münasibətlər pozulur. Ümumiyyətlə, ailə münasibətləri pozulur bundan sonra. Ümumiyyətlə, Paşa həkimlə əlaqə saxlaya bilərsiniz. 24 saat ərzində demirəm, səhər saat 8-dən axşam saat 6-ya qədər hətta WhatsApp nömrəsi ilə də nə sözünüz, sualınız olsa deyə bilərsiniz.